İstərdim soruşmaq, könüllülərin işini necə dəyərləndirirsiniz və özünüz ümumiyyətlə könüllü olmusunuz? Hər şey elə oradan da başlayıbdı. Yəni mənim həyatımı dəyişən də eyni zamanda könüllü fəaliyyət idi. Çünki universitetə gedirdim, gəlirdim və bir semestr universitetə gedib gəldikdən sonra başa düşdüm ki, bu belə davam etməməlidir. Yəni bir tək universitet ilə bu davam edə bilməz. Mən başqa fəaliyyətlər ilə özümü inkişaf etdirməliyəm və bu səbəbdən necə inkişaf etdirə bilərəm? Könüllü fəaliyyətlər ilə gənclər evlərinə qoşuldum, başladım layihələrə getməyə və mən danışıram sizə bir 15 il bundan öncədən onda Asan Xidmətdə könüllü olmaq imkanı yox idi ki, olsaydı mən böyük məmnuniyyətlə dəyərləndirərdim. Ümumiyyətlə bugünkü gənclər elə ilk görməli iş bu könüllü fəaliyyətdən başlamalıdırlar. 13-14 yaşından belə başlamalıdırlar ki, təcrübə qazansınlar, dünya görüşləri artsın və peşəkar bacarıqlarını inkişaf etdirsinlər. Bəli, siz qeyd etdiniz ki, 15 il öncə, Asan Xidmət 13 il öncə fəaliyyətə başlayıb və hal-hazırda könüllülük elə 15 yaşdan müraciət etmək olar. Nə gözəl, nə gözəl. Sizcə gənclər uğur qazanmaq üçün nədən başlamalıdır? Özünü tanımaqdan, yoxsa hər hansı məqsəd qoymaqdan? İlk öncə özünü tanımaqdan başlamalıdırlar. Çünki o məqsədi də doğru qoymaq lazımdır da belə deyək. Ona görə ilk öncə insanlar, yəni gənclər başa düşməlidirlər ki, hansı güclü tərəfləri var, hansı zəif tərəfləri var, nəyi istəyirlər, nəyi istəmirlər. Bu ən vacib məsələdir ki, sən başa düşəsən ki, nəyi istəmirsən ümumiyyətlə və ona uyğun olaraq da özünə bir yol çizəsən, özünə bir məqsədlər müəyyən edəsən. Elə ilkin məqsəd ola bilər ki, özümüzü daha yaxşı tanıyaq, öz bacarıqlarımızdan xəbərdar olaq. Bəs bunun üçün gənclərə ümumiyyətlə özlərini tapmaq üçün, fərdi inkişafları üçün nə tövsiyə edərdiniz? Araşdırmaq ilk növbədə, fərqli-fərqli təcrübələri yaşamaq. Yəni Asan Xidmətdə könüllü olmaq ola bilər, gənclər evlərinə, karyera mərkəzləri var Azərbaycanda fəaliyyət göstərən və bir çox gənclər üçün olan könüllülük proqramları var, MDB oyunları var, Formula 1 var, KOP var idi. Yəni bütün bu imkanlarda təcrübələr yaşasınlar.